Bakıda 9 yaşlı məktəblinin ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən jurnalist Elnurə Abuşovanın sözlərinə görə, ona müraciət edən şəxs azyaşlının ögey anası tərəfindən şiddət gördüyünü deyib. Paylaşımda qeyd edilir ki, uşağın təhsil aldığı məktəbin ünvanı da bəllidir. Bu vaxta qədər məktəbdən də vəziyyəti görüb aidiyyəti orqanlara məlumat verməyiblər. Azyaşlının anası öldükdən sonra onu bir xanım himayəyə götürüb. Sonradan uşağın təxminən 5 yaşı olanda atası yenidən evlənib. Analığın başqa nikahdan bir balaca oğlu da var. Qızcığaz döyülür, ikinci dəfədir saçı dibindən kəsilir. Uşağın köməyə ehtiyacı var. Uşağın burnu sınıqdır, bədənində göyərmələri var. Müraciət edən şəxsin sözlərinə əsasən, azyaşlı səhər saat 10-dan axşam saat 10-a dək çöldə olur. Səbəbi soruşulduqda isə uşaq "Ülkər deyir, evə gəlmə" cavabını verir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, məsələ artıq nəzarətə götürülüb və araşdırılır.